Başlayaq buradan. Yerli özünü idarə etmə nədir? Yerli özünü idarə etmə əhalinin yaşadığı ərazi üzrə ictimai məsələləri azad və müstəqil şəkildə icra edən və eyni zamanda yerli məsələləri həll etmək iqtidarına malik olan yerli bir idarə formasıdır. Yəni yerli bir strukturdur. O, mərkəzi hakimiyyətdən fərqli olaraq yerli məsələləri, infrastruktur məsələləri, əhalinin gündəlik problemləri, ictimai və sosial məsələləri həll edən bir idarə formasıdır. Yerli idarə etmənin bir neçə məqsədləri var. Onun əsas məqsədlərindən biri mərkəzi hakimiyyətin yükünü azaldaraq yerli formada əhalinin ictimai problemlərini həll etməkdir. Bura təbii ki, əhalinin sosial problemləri də daxildir. Ümumiyyətlə, hal-hazırda dünyada yerli idarə etmə sistemi ən demokratik sistemlərdən biridir. Gürcüstanda 20-ci əsrin ortalarında yaranan bu struktur əsasən Sovet dövründə yaranıb, baxmayaraq ki, əvvəlki illərdə azad deyildir. Gürcüstan müstəqil demokratik respublika olduqdan sonra 1997-ci ildə Gürcüstanda ilk dəfə olaraq yerli idarə etmə ilə bağlı qanun qəbul olundu. Həmin qanunvericilik nəyi nəzərdə tuturdu? Yerli idarə etmə mərkəzdən az asılı şəkildə olsun. Və 2006-cı ildə, 2014-cü ildə yerli bələdiyyələrin inkişafı üçün yenidən Gürcüstanda yerli idarə etmə ilə bağlı qanunvericilikdə dəyişiklik oldu. Bu dəyişikliklər bələdiyyə strukturlarının gücləndirilməsi və əhaliyə daha şəffaf şəkildə xidmət göstərməklə bağlı idi və eyni zamanda bələdiyyənin bir neçə məsuliyyətləri artırıldı. Eyni zamanda bələdiyyənin əsas məqsədlərindən biri vətəndaşların idarə etmədə iştirakını təmin etməkdir. 2014-cü ildə yerli idarə etmə ilə bağlı qanunvericilikdə dəyişiklik oldu və həmin dəyişiklik məhz əhalinin, ümumiyyətlə vətəndaşların yerli idarə etmədə iştirakını tənzimləmək idi ki, onların fəaliyyəti, iştirakı daha geniş şəkildə olsun. Sonrakı əsas prinsiplər isə demokratlikdir. Ümumiyyətlə, necə ki, Gürcüstanda müəyyən strukturlara vəzifəli şəxslər seçilir, Gürcüstanda prezident seçkiləri, parlament seçkiləri, eləcə də Gürcüstanda yerli idarə etmə seçkiləri keçirilir hər 4 ildən bir və hər 4 ildən bir bələdiyyə rəhbəri və eyni zamanda mer seçki yolu ilə seçilir. Müstəqillik. Yəni, bələdiyyənin özünün azad büdcəsi olur və həmin büdcə ilə yerli idarə etmədə tam öz funksiyasını həyata keçirə bilir. Şəffaflıq və hesabatlılıq. Bələdiyyə öz fəaliyyəti ilə bağlı istər mərkəzi hakimiyyətə, istər hər bir vətəndaşa bununla bağlı hesabat verməlidir. Gördüyü işlərlə bağlı daima ictimaiyyəti məlumatlandırmalıdır. Qeyd etdiyimiz kimi, yerli idarə etmə orqanlarının özünün şəxsi büdcəsi var. Bu büdcənin təbii ki, böyük bir hissəsi mərkəzi hökumətdən gəlir, dövlət tərəfindən maliyyələşdirilir. Eyni zamanda bələdiyyənin yerli səviyyədə özünün əmlakları var və müəyyən subsidiyalar mövcuddur. Bəs yerli idarə etmənin funksiyaları, yəni əsas funksiyaları nədən ibarətdir? Ümumiyyətlə, nə iş görməlidir bələdiyyə? Yerli büdcənin formalaşdırılması və icrası, kommunal xidmətlər, su, təmizlik, yolların abadlaşdırılması, yəni bələdiyyəni elə bir vəziyyətə gətirməlidir, baxmayaraq ki, bu bugün bir çox bölgələrdə mümkün deyil. Orada insanlar üçün hər şey əlçatan olmalıdır. Onların su problemləri həll olunmalıdır, kommunal problemləri həll olunmalıdır. Eyni zamanda infrastruktur daha yaxşı olmalıdır ki, insanlar üçün xidmətlər asan olsun. Sonrakı funksiyalardan biri isə sosial və mədəni tədbirlərin həyata keçirilməsi. Təbii ki, bugün sosiallaşma çox önəmlidir. İnsanların öz mədəniyyətinin qorunması, müəyyən proseslərə qoşulması, mədəni tədbirlərdə iştirak etməsi, teatrın, mədəniyyətin, musiqinin, rəqsin inkişaf etdirilməsi, bunlarda təbii ki, bələdiyyə mühüm rol oynayır. Bələdiyyə həmin tədbirləri maliyyələşdirir və bələdiyyədə yaşayan, həmin ərazidə yaşayan vətəndaşlar təbii ki, bu proqramlara gedir, qoşulur və bu birbaşa onların sosiallaşmasına kömək göstərir və eyni zamanda onların mədəni və sosial inkişafına öz töhfəsini verir. Sonrakı torpaq və əmlak məsələlərinin tənzimlənməsi. Yerli bələdiyyə, əgər kimlər öz bələdiyyə ərazisində olan torpaqlardan istifadə etmək istəyir,
bir resurs kimi orada hər hansı bir bina tikmək istəyir, icazə almaq və ümumiyyətlə öz ərazisində hər hansı bir tikiliş aparmaq üçün yerli bələdiyyəyə müraciət edir. Bunun üçün mərkəzi hakimiyyətə müraciət etməyə gərək yoxdur. Gürcüstanda yerli idarəetmə sistemi necə həyata keçirilir? Gürcüstanda yerli idarəetmə konstitusiya və yerli özünü idarəetmə məcəlləsi əsasında həyata keçirilir. Yerli idarəetmənin hüquqi əsası Gürcüstan konstitusiyası, təbii ki, necə Gürcüstan ali qanunu, eyni zamanda yerli bələdiyyələr Avropanın yerli özünü idarəetmə xartiyasına qoşulub. Hər hansı bir bələdiyyənin təbii ki, yerli idarəetmə orqanları var. Bələdiyyədə həm Sakrebulu, həm meriya mövcuddur. Bunların təbii ki, özünə görə funksiyaları və həyata keçirəcəkləri müəyyən bir vəzifələr mövcuddur. İlk öncə başlayaq Sakrebulu, Bələdiyyə Məclisi. Bələdiyyə Məclisi seçkili orqandır. Bayaq qeyd etdiyimiz kimi, bəli, seçki vasitəsilə həyata keçirilir və bələdiyyə rəhbəri və eyni zamanda sonra bələdiyyə üzvləri seçilir. Yerli normativ aktlar qəbul edir, büdcəni təsdiqləyir, merin fəaliyyətinə nəzarət edir. Meriyanın əsas fəaliyyəti birbaşa əhali tərəfindən seçilir, icra edici hakimiyyəti həyata keçirir, bələdiyyə aparatına rəhbərlik edir, büdcənin icrasını təmin edir. Yerli bələdiyyənin özünün şəxsi maliyyə təminatı var. Baxmayaraq ki, yerli bələdiyyənin əsas büdcəsi mərkəzi büdcədən dolur, yəni oradan gəlir əsasən, bununla yanaşı yerli bələdiyyənin özünün müəyyən təminatları var. Bu təminatlara daxildir əsasən ən birinci təbii ki, mərkəzdən gələn büdcə və eyni zamanda yerli vergilər, bələdiyyənin qrantlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində bələdiyyəyə dəstək, bu bəzən bələdiyyələr arasında da ola bilər, eyni zamanda başqa ölkələrdən də hər hansı bir dəstəklər olur. Məsələn, uşaq bağçalarının tikintisi, məktəblərin təmiri, bölgələrdə, regionlarda su təchizatı və s. və eyni zamanda bələdiyyə əmlakından əldə edilən gəlirlər. Gürcüstanda yerli idarəetmə ilə bağlı qanunvericilikdə ən son dəyişikliyə əsasən 2014-cü ildə vətəndaşların iştirakını nəzərdə tutulur. Ümumiyyətlə, vətəndaşlar hansı şəkildə bələdiyyə proseslərində, ictimai-siyasi proseslərdə iştirak edir? Ən birincisi təbii ki, seçkilərdir. Vətəndaşlar yerli seçkilərdə iştirak edərək özünə bələdiyyə rəhbəri seçir və eyni zamanda bələdiyyə üzvləri seçilir. Bundan sonra vətəndaşların iştirakı təbii ki, petisiya ilə, əgər vətəndaş hər hansı bir, ümumiyyətlə ola bilsin müəyyən bir neçə vətəndaşlar hər hansı bir problemin həllini istəyir, ümumiyyətlə hər hansı bir yenilik istəyir, büdcədə dəyişiklik istəyir və s. eyni zamanda petisiya ilə müraciət edə bilərlər. Petisiya ilə müraciət etmək nə formada olur? Bələdiyyədə yaşayan, həmin o bölgədə yaşayan əhalinin 1%-nin imzası mütləq vacibdir və yerli bələdiyyə təbii ki, məcburdur, eyni zamanda səlahiyyətlidir ki, həmin petisiyanı müzakirə etsin, baxmayaraq ki, qərarlar mənfi olacaq və ya müsbət. Eyni zamanda bələdiyyə məclisləri keçirilir, görüşlər keçirilir, həftənin müəyyən günləri və sıravi şəxs, istənilən şəxs həmin görüşdə iştirak edə bilər. O görüşdə sadəcə təbii ki, bələdiyyə üzvləri, deputatlar deyil, ümumiyyətlə bələdiyyədə çalışan şəxslər və insanlar deyil, sıravi insan da təbii ki, gedib orada çıxış edə bilər. Çünki həmin bələdiyyə binasında yerli əhalinin problemləri müzakirə olunur və eyni zamanda vətəndaşların burada iştirakının bir başqa forması da hər hansı bir problemi ilə bağlı ərizə formasıdır. Müraciət edir yerli bələdiyyəyə. Bələdiyyə təbii ki, 2 həftə ərzində, yəni 10 iş günü müddətində həmin ərizəyə baxmalı və vətəndaşa cavab verməlidir. Ümumiyyətlə, bir çox vaxtlarda insanlar fikirləşirlər ki, bələdiyyə onların hər hansı bir problemini görməli və gəlib həll etməlidir. Müasir dövrdə, demokratik dövrdə, yəni əhalinin iştirakı bu deməkdir ki, əgər hər hansı bir probleminiz varsa da bu probleminizlə bağlı mütləq müraciət etməlisiniz. Baxmayaraq ki, sizin kənddə kənd müvəkkili var, deputatınız var, onlar sizin tərəfindən seçilib. Təbii ki, onlar da məsələyi işıqlandırmalı, onlar da məsələyi müzakirə çıxartmalıdır və burada ən önəmli təbii ki, vətəndaşın iştirakıdır. Vətəndaş daha çox tələb etməlidir, daha çox tələbkar olmalıdır, hər hansı probleminin həlli üçün daimi şəkildə müraciət etməlidir.
daimi şəkildə, rəsmi şəkildə müraciət etməlidir ərizə forması ilə və bu şəkildə həm bələdiyyənin aktiv deyək ki, iştirakçısı olur, aktiv vətəndaş kimi, eyni zamanda təbii ki, probleminin həll olunmasına dəstək olmuş olur.